Haris-i Həmədani bir şəxs idi ki, çox isti bir havada Əli əleyhissalamın yanına gəlir. Gəlir Əli əleyhissalamın yanına, Əli əleyhissalam buyurur, Haris-i Həmədani, günün bu vaxtında hərə bir yer gəzir, bir kölgöh yer gəzir ki, orada rahat dincəlsin. Səni buraya gətirən nə olub? Dedi, ya Ali, and olsun Allaha, məni buraya gətirən sənin məhəbbətin və sevgindir. Əli əleyhissalam buyurur, deyir, əgər doğru deysənsə da, düz deysənsə da, sənin bu sevgin, bu məhəbbətin sənə fayda verəcək 3 yerdə. Biri budur ki, dünyanı dəyişən vaxtı məni gözəl şəkildə, gözəl simada, nə cürə sevirsən, o şəkildə məni görərsən. Bir faydası budur. Can verən vaxtı biz əhl-i beyt gələrik, həmən insanın xidmətində olarıq. Çünki can vermək anı çox çətin anlardan biridir. O ki, İmam Sadiq ağaya sual verirlər, niyə insanların bəzisi öləndə gözü açıq ölür, bəzisi gözü yumlu ölür. İmam Sadiq ağa buyurur, gözü yumlu olan o anda ölür, gözünü açmağa fürsət eləyənmir. Gözü açıq olan o anda ölür, gözünü yummağa fürsət eləyənmir. İmam Əli əleyhissalam Haris Həmədaniyə buyurdu, əgər doğrudan da bizi sevirsənsə da bu məhəbbət, bu sevgi sənə can verən vaxtı faydası olacaq. İkinci, İmam Əli əleyhissalam buyurdu, bu məhəbbətin sənə qəbirdə faydası olacaq.